İlk mövzu olaraq Quran haqqında danışmaq istəyirəm. Quran kəlməsi haqqında, Quran kəlməsinin etimologiyası haqqında danışmaq istəyirəm. Quran bildiyiniz kimi ərəb mənşəli sözdür. Qara'a, yaqra'u Qur'an. Sözün leksik mənası qara'a, yəni cəmə'ə. Bir şeyi cəm etmək və ya ictəmə'ə, bir yerdə toplaşmaq. İbn Faris sözün kökünü, etimologiyasını bu cür açıqlayır ki, Əl-qafu vəl-ra vəl-harful mu'təl aslun sahihun yədullu alə cəm'in və ictimə. Görürsünüz, iki mənası var. Bir cəm, bir şey toplamaq, cəm eləmək, yığmaq və ictimə, bir yerdə toplaşmaq, bir yerdə cəm olmaq. Bu sözün leksik mənasıdır. Quran, yəni bir şeyi toplamaq və ya bir yerdə toplaşmaq. Buna nümunələr gətirə bilərikmi? Ərəb dilindən bəli. Məsələn, İbn Faris də buyurur ki, min zəlikə əl-qaryətu. Məsələn, qaryə ərəb dilində yaşayış məkanına deyilir. İstər kənd olsun, istər şəhər olsun, təbii ki, klassik ərəb dilində, müasir ərəb dilində əl-qaryə adətən kəndə aid edilir. Əl-qaryətu, yəni yaşayış məskəni. Summiyyət qaryətən lictima'in nasi fiyhə. Nəyə görə buna qaryə deyiblər? Bunun qara'a feili ilə nə kimi əlaqəsi var? İbn Faris deyir ki, bunun əlaqəsi budur ki, o yaşayış məskənindəki insanlar cəm olur, bir arada toplaşır. Məhz bu faktora görə ora qaryə deyilib. Yəni, insanların cəm olduğu yer. Və ya məsələn, ərəb dilində belə bir ifadə var. Qaraytul mə'ə fil miqrad. Mən suyu qabdan elədim, topladım. Burada artıq cəm mənası, bir araya toplamaq mənası qeyd olunubdur. Xülasə, başqa nümunələr də var burada. Bu, İbn Farisin qara'a feilinə verdiyi açıqlamaydı. Qara'a, cəm etmək, toplamaq və bir yerdə toplaşmaq. Lakin Rağib İsfahaninin, digər bir Quranşünas alimin, bu kəlməyə, Quran kəlməsinə qara'a feilinə verdiyi açıqlama bir qədər cüzi fərqi var. Rağib İsfahani buyurur ki, Əl-qira'ə dammul huruf vəl-kəlimat bə'diha ilə bə'din fit-tərtil. Rağib İsfahani belə açıqlayır. Qiraət, Quran, yəni kəlmələri yan-yana düzmək. Kəlmələri bir arada yan-yana, sanki səliqəli şəkildə düzmək, buna deyirlər qiraət, Quran. Lakin fikrimcə İbn Farisin tərifi daha idealdır, daha uyğundur. Nəyə görə? Çünki Rağibin verdiyi tərifdə sanki Quran əsas alınaraq və ya hansısa bir kitab əsas alınaraq bu tərif qeyd olunubdur. Məsələn, bunu biz, bu tərifi bayaqki misallara tətbiq edə bilmərik. Məsələn, suyu qabda topladım, bunu yan-yana, məsələn, düzmək, səliqəli şəkildə toplamaq, bu təbii ki, həmin misalla uyğun gəlmir. Ona görə Rağibin verdiyi məna daha məhdud çərçivədir. Orada daha məhdud çərçivə nəzərə alınıbdır. Amma İbn Farisin verdiyi tərif daha idealdır, daha geniş mənada bu söz izah olunubdur. Ona görə Rağibin verdiyi təfsir fikrimizə nisbətən naqisdir, amma İbn Farisin verdiyi izah daha kamil, daha idealdır. Deməli, Quran nə oldu mənası? Qara'a feilinin mənası nə oldu? Bir şeyi cəm eləmək və ya bir yerdə cəm olmaq, toplaşmaq. Yaxşı, bunu Quran kəlməsinə tətbiq edək. Quran, yəni Allahın kitabı. Bu sözün bu kitabla nə kimi bir əlaqəsi var? Yəni, bu kitaba nəyə görə Quran deyilib? Bunun cəm etməklə nə kimi əlaqəsi var? Burada bəzi versiyalar var. Bir versiya budur ki, bəli, Qurana ona görə Quran deyilib ki, orada Allah mesajlarını, bəşəriyyətə göndərmək istədiyi mesajları bir yerdə toplayıb, bir kitab içərisində toplayıb. Bu bir versiyadır. Bir versiya budur ki, Qurana ona görə Quran deyilib ki, bu kitabda əxlaq, əhkam, fiqh hökmlər, əqidə və sair, tarix, bu sahələrlə əlaqəli məlumatlar bir yerdə toplanıb, bir yerdə cəm olubdur və s. Bu, təbii ki, bu barədə konkret əlimizdə heç bir dəlil yoxdur. Bunlar hamısı versiyadır. Yəni,